Döşəyə çəkirəm canım. Cüce salasını deyirəm. Deyir döşəyə çıxar ki, matrasın üstündə. Məncə də, hə. Hə, panisada da yerim daş kimi idi. Çıxardar. Hə? Çıxardar. Və o kuyunkan səsi. Onu çıxardar. Benim cüce salma. Yox, sanma. Yemək pişdi? Yox, hələ Nə pişirsən? Mərci. Ürəyim soğuz istəyir. Soğuz olmaz sənə. Ət alarıq, soğuz yeyərəm. Çıx eləyərik. Qırmızı otağına, oğlumun otağı, ora nə bilim. Qaqa, nətərsən, xoş gəldin. Canlıda çox qallan, başım qatıram. Doğumsan, hə, üçün birdən doğdum. Görümsüz əməliyyat olmuşam, nə sual da verirsiniz. Qızımın otağı üçün düzəltmişəm də, sağ qaqa, yaxşıyam. Matrasanla klyonkalıydı da, kopartmamışam klyonkanı, döşək sərmişəm üstünə. Necəsən, sağ qaqa, sən nətərsən? Mən çıxarda bilmərəm indi onu, mən əylə bilmirəm. Hara, belimdən, uşaqla belimdən əməliyyat oldum. Mənim yazımın moderator Sabit Dəmir. Diyar, Sabitdə zıl oyun yazısına. Az oturmamışam, uzanmışam. Ayağımı uzatmışam. Korset taşımıram, yox. Beli gücə düşür. Nə qədər misafir istəyirlər atam var. Gəlməyim, həftən axşam gələr. Deyir, başımda ağrılar var, emertiyə düşəcəm. Dedim, get düş. Dedim, özünə bax. Korset açı uzan, yox, o sıxsan həm. Hə, ağrı kəsici ilə vurdular uşaqlar. Ağrım biraz kəsdi, amma deyə ayağım ağrıdı, indi də gücə düşdü. Çox şükür. Sıloy, sağ brat. Mən inşallah ayağa qalxım görüm, bir qız tapıb evlənə bilirəm. Eybəcərdə olsa alacam. Dünyaya gözəl axtarıram. Baxaq bir-birimizə, mənə baxsın, mən də ona baxım. Artıq evlənmək istəyirəm, Allah'ın dostum. Sənin ayağın olub mu? İli qəşət evlənəcəm ki. Geciymişsən, çoxdan geciymişəm evlənməyə. Oy, çoxdandan. Saqqal yaraşır. Sağ ol, qaqa. Azarcımı güldürməyim məni. Gec deyil. Olsun da. Zatı evlənəcəm mi? Sağ ol şəhid qızı. Mən belimdən qrıja oldum. Uşağı qrıja yarandı. Özdə 13 mili. O ağrı çox verdi, ayağımı tutmuşdu. Sağ ol Eki, sağ ol qaqa. Okuya deyim, burada açsam, açsın pek ataq da, başım qarışsın biraz. Bir iki dəfə oynatdı, qəbul eləmədim. Həyatda işin üçün. Yox, gecdir. Mənim artıq da yəni uşağımın olmağı, eləməyi, yekəlməyi. Mən nə qədər gec, cəmaat 20 yaşında ailə qurur. Mən olsa çox geciymişəm.
Sadəcə ağrım kəsdi də, ağrı kəsici ilə vurulur uşaqlar. Kəsir, amma birazdan sonra yenə başlayacaq. Saqqal biraz kişi yoxşu. Kişi idim də, Nayqa elə də danışırsan ki, burası göyçək oğlanam. Üzümü qırxanda nənəm adı dedi ki, səndə qadın qəşəkliyi var. Arvad oxşadırdı biraz mənə. Nə qarım? Ata da görsən, çimirəm, deyir, saqqalımda uzanıb. Üzümü qırxan kimi qappaq oluram. Bax, pəhrizdəyəm, deyir, qırmızılarım da çıxmır. Sən demə, mənim yeməkdən qırmızılarım çıxırmış, Allah haqqı. Yeyirmişəm, allergiya verirmişəm. Saqqal saxla, yaxşı. Burası mənim saqqalımın pisdir də, qaydaya salsına bax. Biraz buradan aşağı yendirsin, belə. Dedi, həkim çinmək olar, yaranı qorumaq şərti ilə dedi, çinmək olar. Nə yemisən? Səhər-səhər şirin çayla pendir yedim. 2 qaşıq saldı. Qoş, indi də yemək pişirir. Görək nə yeyəcəm. Mərci. Az hərəkət. Rəhmətli yanına oxşayırsan. Bilirəm. Çox yemək. Qonşum pişirir uşaqlar, Vəfi xanım. Sağ olsun, əlbəttə ki, sağ olsun. Dəri sevir. Kim kimə baxar, dəri deyib o deyirsən. Meyvət də uşaqlar basıb yediyim. Çolpa dünən yedim. Gördün, indi çolpanı saxladım. İndi yiyirəm. Uşaqlar nə olar, gələndə Vəfiyə oradan deyim, mənə qarpız versin də. Ürəyim qarpız istəyir, vermir mənə. Kişir. Özünə nuş olsun. Nə olar deyim, mənə gecək 3 qusop mənə qarpız versin daha uşaqlar, nə olar. Ürəyim qarpız istəyir, Allah haqqı, vermir mənə. Deyə qarpız səni köpürdəşək. Mənim ürəyim qarpız istəyir uşaqlar. Nə olar ki, az qarpızdan 4 dənəsini qoysun. 4 dənəsindən nə olacaq? Bir dənə olsun, yaxşı, bir dənəsini versin, ağzıma qarpız keçsin. Keçmiş olsun, çox sağ ol. Qarpız yəni, pəhrizdəsən, pəhriz saxlayır, vermir amma yemək. Vermir. Deyir səni 100 kilo eləyəcəm. 25 kilom qalıb. Mən də qıçıtma eləyənmərəm uşaqlar, raqsat düşərəm, qorxuram. Orxanın ağarsa nə kebabı yeyirsən, anekdot. Pomidorla yeyəsən. Pendir zad olacaq böyründə. Onu yeyəndə qoşularsan da misafirə mən də baxaram sağ. Görüm nə də yeyirsən. Xalan, az mənim xalalarım var, sən Allah aynə qoy geçsinlər, aynı istəmirəm. İyi yat, başımda pərvanədir. Baxır, paltar armatır maşına yuyur, evimi, eşiyimi, özünüz bilirsiniz ki, mənim evim böyük evdir. Evimi, eşiyimi silir, süpürür, itin də tükükü dünya ilə bir də OIT vitamin vurulmalıdır. Tüm tükün təmizləyir, ev eşiyi silir, çayımı qoyur, verir.
Yeməyimi bişirir. Dürdanə qonşum da gəlir. Məftun olanda öndə olmur. İndi Məftun 2-3 gündür gəlmir. 2 gündür dünəndən gəlmişəm. Toyuğuma düzəmə verir. Vəfa baxa bilmir toyuğa düzür. Düz gəlmir, çox olur. Sağ olsun Dürdanə də toyuğuma baxır. İndi Vəfa Bakıya gedəndə Dürdanəyə deyəcəm, o da gəlib kömək eləyəcək. Gecədə Məftun qalar yanımda. İtlərə deyir, Vəfa bayaq bax, da getdi yedizdirdi bayaq maksı. Pişiyi yedizdirir, yeməyin qoyununu, hamısına baxır. Mən uşaqlar əlimi iş nəyə vuram, özünüz ancaq yataq xəstəsiyəm. İndi hava qalxam ayağa. Mərci köpdür, acmışam. Saat 7-dən durub